Qəbizlikdən əziyyət çəkənlər, günlərlə bayra gedə bilməyənlər videoya sona qədər qulaq asın. Çünki siz qəbizliyi aradan qaldırmaq üçün müəyyən dərman vasitələrindən istifadə edirsiniz. Həmin dərman vasitələri də qəbizliyi müalicə etmir. Yalnız bir dəfəlik təsir edir və nəticədə bağırsaqları öyrəşdirir. Bu da o deməkdir ki, həmin dərmanları istifadə etməyəndə yenə qəbiz olursunuz. Nəticədə bağırsağınız tıxanır, köp, sancı, bağırsaq keçirilməzliyi, hətta babasel kimi xoşa gəlməyən xəstəliklərə şərait yaratmış olursunuz. İndi videoya sona qədər qulaq asın, çünki cəmi 5 manata sizə həm qəbizliyi müalicə edəcək, həm də qəbizliyi aradan qaldıracaq kombuça sirop haqqında danışsam. Amma əvvəl ekranda gördüyünüz ürək zəhmət olmasa qızardın və profilimin üzərində olan pil işarəsinə də toxunun ki, video hər kəsin qarşısına çıxsın. Deməli, gündə 2 dəfə səhər-axşam yeməkdən sonra 50 milli kombuça içməyiniz kifayətdir ki, mədədə olan qızqırma, köp, sancı, eləcə də bağırsaqlarda baş verən tıxanma, qəbizlik kimi problemləri aradan qaldırsın. Həm də zədələnmiş bağırsaq mikroflorasını bərpa eləyərək qəbizliyi müalicə edəcək. Ölkənin bütün apteklərində əl çatandır. Apteklərdə olmasa belə əczaçılarımızdan xahiş edin, depodan zakas verib gətirsinlər. Qiyməti cəmi 5 manatdır. Alıb istifadə etməyi, qəbizliyi müalicə etməyi unutmayın. Bu cür faydalı videoların davamı üçün səhifəmi takip alın və bu videonu qəbizlikdən əziyyət çəkən dostuna, tanışına göndərməyi unutma. Əlavə məlumat üçün videonun altında, eləcə də profilimdə əlaqə nömrəmi qoymuşam.